Hamıya salamlar olsun. Xoş gördük hamınızı yenidən. Gedirəm uşaqlar götürəm məktəbdən. Hava da çox soyuqdur, çox. Artıq hamı təzədən qış paltarlarına qayıdıb. Mən də qayıtdım paltoya, sapaskiyə. Qızlara da papaq götürmüşəm. Çünki gedəndə heç kurtkalarını zorla geyindirdim, geyinmək istəmirdilər. Ona görə papaq götürdüm ki, indi taxsınlar. Hava çox soyuqdur. Məncə bütün hər yerdə belədir hava. Səhər mamamla danışdım. O da dedi Gəncədə də hava belədir. Yağışdı dedi. Pisdir, hava soyuqdur. Amma Bakı ilə bilmirəm. Bacımla danışmamışam, bilmirəm hava necədir. Amma məncə orada da hava belə soyuqdur. Bu həftə belədir. İnşallah həftənin axırına açılmalıdır. Görək biraz da dözək. Hava açılsın. Çox soyuqdur. Soyuq olmasa yaxşıdır. Belə hava, yağış zət mən xoşum gəlir. Sadəcə soyuq olduğu üçün adam evdən çölə çıxmaq istəmir. Ona görə. Яночка, у тебя обиделась. Не обижайся. Это она мама снимает. Это ты тоже найти. На свою обижать, она тебя била, я ничего не делала. А ты говорила? А я что говорила? Ты говорила, что я ее била. Иди сюда, ты тоже будет тепло. А зачем меня уже давно снимаешь? Ну да, с первого. Подругасы Мила deyir ki, ты с дуба рухнулась. Ну да. Если я в Генже родилась, я с дуба рухнула. Мила с березы, она в Москве родилась. Америка отсюда, она сосна родилась. Рухнула. Ты говорила с крыши. Рухнула. Bugün zelonla borş bişirmək istəyirik. Hava soyuq olduğu üçün bu yemək soyuq havaların yeməyidir. Ona görə dedik eləyək bundan. Bu yeməyi əslində mən bilmirdim. Qaynanam bişirəndə gördüm ki, belə bir yemək var. Adına zelonla borş deyirlər. Bunu o vaxtı qaynanam rus qonşuları olub, ondan öyrənib. Qabaqlar burada ruslar çox da, Azərbaycanda ruslar çox yaşayıblar. Ona görə belə rus yeməklərini çox adam bilir. Amma biz bilmirdik, mənim mamam, nənəm bu yeməyi bişirməyiblər. Amma qaynanam bişirdi. Mən də çox sevdik bunu yeməyi hamımız. Biz evdə hamı yeyir. Hətta Sara da xoşlayır. Sara da bundan qəşəng yeyir ürəklə. Ona görə biz həmişə tez-tez bundan bişiririk. Həm faydalıdır, vitaminlidir, göyərtilərdir. Bu yeməyin içinə göyərtilərdən kəröz gedir, şüd, kişniş, bir də spanaq olur içində. Yəni hamısı da çox yaxşı, belə faydalı göyərtilərdilər, xeyirlidir. Belə soğutma yumurta eləyirik, onu doğrayıb tökürük içinə, kartoşka eləyirik, soğança belə. Amma çox yaxşı yemək olur. Mən də birinci bunu görəndə fikirləşmişdim ki, adi bir yeməklərdən biridir. Dadlı olmaz, amma çox yaxşı, qəşəng dadı var, çox. Soğançanı eləyirik. Soğança hazır olanda su tökürük içinə. Sonra kartoşkanı qoyuruq. Kartoşka hazır olandan sonra artıq görürük ki, bişməyə yaxındır. Göyərtini tökürük. Axırda da soğutma yumurtanı doğrayırıq. Salata doğradığımızdan biraz yekə doğrayırıq. Tökürük onu da içinə. Duz, istiot və hazır olur. Yəni bunu qatıqla da yeyirlər. Sarımsaq qatıqla da yeyənlər var. Yəni dadlı olur. Düzdür, mən yemirəm sarımsaq qatıqla. Amma qatıq ilə yeyirəm. İçinə sirkə də tökmək olur. Çox dadlı olur. Qəşəng, əsil, indinin soyuq havanın yeməyidir. Yəni kim istəsə eləyə bilər. Nuş olsun sizə də, bizə də. İnşallah ki, eləsəz bəyənərsiniz.
Şöyle ben şöyle yiyeyim. Sarı. Sarı kalan. Ben gökyüzü ayrı biraz. Sarısını vurmayasın. Vuracağım. Bunu vuracağım ben. Yox, dişər yaxşıdır. Yaxşı, gedirik Sarıçqam, gedirik. Gedirəm mürəbbə gətməyə, cem gətməyə. Cemimiz qutarıbdı. Evdə uşaqlar xoşlayırlar cem yeməyə. Burada qoyuruq bu səbətləri belə işlədəndən sonra ki, gedəndə aparaq yerinə qoyaq. Boş bankaları gətirmişəm. Onları qoyun bura. Elə torbada gətirib bura yığmışıq. Gərək bir gün gəlim bu bankalar olan yeri tamam düzəldim. Hamısını düzəldim, yerinə yığım. Yayda lazım olacaq bunlar. Yaman gündədir bura, gərək bir gün düşüm düzəldim buranı. Görün burada nə var? Burada şəftəli cemi. Bundan götürürəm. Bir dənə moruq mürəbbəsi götürüm. Havalar soyuqdur, yaxşı içiləcəkdir. Başqa nə cemimiz var burada? Bu. Yox, bu da məncə şəftəlidir, qalsın bu. Yox, bu da qarpızdır, yox, bu da yox. Şəftəli cemi götürdüm. Bu heyva mürəbbəsidir, bunu mən sevirəm. Bu moruğu götürdüm. Bir də gavalını belə doğrayıb pişiririk. Bunu da cem kimi uşaqlar xoşlayır yer. Bunları aparım. Sonra bitəndən sonra gəlib yenə götürərəm. Gavalı cemi biraz elə bil ki qıçqıran kimi olubdu. Üzündə biraz şey olmuşdu, xarab olmuşdu. Üzünü götürdüm. Özünü tökdüm belə qaba. İndi bunu qoyacağım burada. Biraz qaynasın. Altını yandıraq. Biraz qaynasın. Biraz da buna şəkər tökəcəm. Şəkər. Biraz da su tökürük ki, qaynayanda suyu azalır, şəkəri azalır. Aç. Aç onu. Yox. Bəsdir bu qədər. Çox şirin olmasın. Biz həmişə mürəbbə biraz belə
olanda eləyirik. Biraz da su tökək ki, qaynayanda suyu çəkilib, vəbşi qatı olmasın. Belə. İndi bu biraz qaynasın, 1-10-15 dəqiqə. Все, götürürük. Soyur, olur artıq elə bir ki, yeni bişibdir. Dadı zadı özünə qayıdır hər şeyi. Artıq qaynayır bu şey. Biraz da qaynasın. O bu üzünə çıxan bu ağ kəpi də yığıb götürəcəm. Все. Hazır olacaqdır. Və ikinci yemək belə bir toyuq var idi. Toyuğun qanadı, budu, filesi, bir də bud dibisi var idi. Hamısını təmizlədim. Üstündə tüklər olur. Toyuğun tükləri qalır üstündə. Onları təmizlədim. Əsasən budda, bir də qanadda olur çox. Onları təmizlədim. Dərisini soymuram. Dərisini ancaq kebab eləyəndə soyuruq ki, kebabda yanır, qaralır, yaxşı olmur. Amma belə başqa yeməklərin hamısında saxlayırıq. Sara da burada qoymadı mən işimi görüm. Ona görə gətdim yanıma ki, dursun yanımda mənə baxsın ki, sakit olsun. Heç olmasa mən də işimi görə bileyim. Yoxsa ki, ya həmişə mənim yanımda olmalıdır da bu. Mən hara getdim, yanımda olur. Görürəm başı nəyəsə qarışıb, deyirəm ki, gedim, sakitcə işimi görüm. Elə yeni gedirəm başqa otağa işimi görməyə, bir də görürəm Sara gəldi. Gələn kimi də başlayır, hər yeri tökür, dağıdır, qoymur heç nə eləyim. Nəsə ağzına aparır, qoyur. Ona görə eləcə fikrim qalır onda. İşlərimi də rahat görə bilmirəm. Belə təmizlədim toyuğun bütün ətini. Fileləri də böldüm. 3 yerə, 4 yerə belə böldüm ki, balaca olsun. Duxovkada bişirmək istəyirik bu yeməyi. Kartuşka, toyuğun əti, pomidor eləyirik. Pomidoru soyuducuya qoymuşuq, biz dondurucu yerinə. Ora qoymuşuq yayda. İndi belə qışda belə yeməklərə çıxardırıq. Buzu əriyir, qoyuruq, yaxşı olur üstünə. Kartuşka, toyuğun əti, bir də pomidor qarışdırırıq, duz, istiot. Belə qaynanam soğan da qoydu indi. Amma yayda başqalarını da qoyuruq. Badımcan qoyuruq, təzə pomidor qoyuruq, göbələk olanda göbələk də qoyuruq, bibər, belə çox şey. Даже bir dəfə limon da qoymuşduq. Uşaqların xoşuna gəlmişdi. İndi hər dəfə deyirlər ki, limon da qoyun. Belə, yəni evdə nə olsa yayda tərəvəzlərdən içinə töküb, qarışdırıb qoymaq olur. Çox qəşəng dadlı alınır yemək. Bu dəfə də yaxşı alındı, çox yaxşı alındı. Çünki pomidorla eləmişdik. Bir-iki dəfə olub ki, eləcə kartuşkanla əti eləmişik. Elə də yaxşı dadmayıbdı, dadı yaxşı olmayıbdı. Amma bu dəfə pomidorla elədik deyə, pomidorun da dadı çıxmışdı, qarışmışdı kartuşkanla ətə. Çox qəşəng olmuşdu. Yəni bu duxovka yeməyini biz tez-tez eləyirik, çünki uşaqlar sevir. Uşaqlar sevdiyi yeməkləri tez-tez eləyirik ki, onlar da yesinlər, bizim də ürəyimizcə olsun. Çünki başqa bir yemək bişirəndə yemək istəmirlər. Bütün gün eləcə deyirlər ki, bizə başqa mama, başqa yemək elə, biz onu yemək istəmirik. O da evdə yemək olanda adam başqa yemək istəmir ki, eləməyə. Qoy bu yeməyi yesinlər, amma yenə də əgər onlar sevmədiyi yeməkdirsə, onu mən heç cür onlara yedizdirə bilmirəm, yemirlər. Elə ancaq ki, belə gətirirlər, cem yeyirlər, yağ, pendir yeyirlər. Mən də yemək bişirmirəm ki, başqa deyirəm, bəlkə bu yeməyi, biz bişirdiyimiz yeməyi yedirlər. Amma yenə də görürəm ki, yox, əgər sevmədilərsə yeməyi, onu yiyəsi deyirlər. Ona görə çalışırıq, onlar sevdiyi yeməkləri eləyək ki, uşaqlar da yesinlər. Biz nə oldu, onsuz da nə bişdi, yeyirik. Əsas həmişə uşaqları biz fikirləşirik. Artıq axşamdır, uşaqları yatırdım. Uşaqlar yatandan sonra dururam, işlərimi görürəm. İşlərimi görürəm ki, qutarsın, sonra mən də rahat oturum. Çayımı süzüm, rahat bir çay içim. Çünki gün ərzində mən o çayı rahat içə bilmirəm. Heç vaxt Sara qoymur. Çayın yanında nə gətirdi, mürəbbə, qənd, hamısını istəyir, yemək istəyir. Mən də ona çox qənd vermək istəmirəm, şirinyat çox vermək istəmirəm deyə çalışıram o yatanda çay içim ki, rahat olsun. Uşaqları yatırdım, Saran yatırdım. Böyüklər onsuz da özləri yatırlar.
uzanırlar, özləri yerlərinə yatırlar, amma Saranın yanında mən uzanıram. O yuxuya keçəndən sonra dururam, gəlirəm ki, işlərimi görüm. İşlərim çünki olur ki, qalır. Elə çalışıram ki, qalmasın, qutarsın ki, Sara yatandan sonra mən də rahat oturum. Amma olur ki, olur. Ona görə işlərimi görürəm, otururam. Kinoya baxıram, nəsə televizorda olur baxıram, ya YouTube-da nəyəsə baxıram. Bugün serialım var idi. Əqrəb mövsümü serialı, bəlkə kimsə baxır buna. İkinci hissəsidir, artıq çəkiblər. Birinciyə baxmışdıq. 1 il olar hardasa bundan qabaq. İndi ikinci hissəsini çəkirlər. Ona baxırıq. Həftədə bir dəfə olur. O günü çox gözləyirəm ki, hər həftə o gün başlasın. Mən oturum, uşaqlar yatandan sonra serialıma baxım, çayımı içim. Onda elə bir ki, mən dincəlirəm, bütün yorğunluğum çıxır. Ondan sonra rahat artıq yeyib yata bilərəm. Vlogu izlədiyiniz üçün çox sağ olun. İnşallah gələn vloqlarda görüşənədək sağ olun.